müəllim, mən ölüm. Dünyanın ən məşhur futbolçusu kimdir? Banişevski. Millərdə pisdir. İqrokları qovmaq lazımdır. İqroklar neynəsini? Neftçinin adını dəyişib talış qoymaq lazımdır ki, qabağına gələni uçsun. Bəs olum. Bir dəfə düz 12 quruşqa içdin. Ala 12 quruşqa nədir? Amerikada bir nəfər 98 quruşqa içir. Hə. Eldəniz müəllim, mən ölüm. Ay canım. Dünyanın ən məşhur hücumçusu kimdir? Yaşıl. Pele var ha qara. O da pisdir. Allah, ürəyim döyünür. Ürək döyünər də. Köklükdən də əzizim. Köklükdən. Ula bir ördəyə oxşayır ki. Ördəyə ya qaza. Görünür adamın var ki, tezə budka veriblər də. Onu da ha. Adamlar bir quruşqa pil içəndə qarınları ağrıyır. Kişi də var be ya. Yoldaş, futbolçu. Profesör değil. Combul adamın futbolda ne işi var? Hele futbolçu deyil, balerinadır. O çıkada ancaq duzluqya saxlayarlar. Allah futbol elmdir be, o sənin şahmat deyil. Futbolu ayaqla yox, başla oynamaq Ale lazımdır. 35 metrdən başla gol vurmaq olar. Bu səfər kosmosa Azərbaycanlı göndərəcəklər. Doğrudur. Bəs necə? O da bizdən də bir nəfər getməlidir ya yox? Əlbəttə. Fazil, Hə. sen öyle bilərsən ki, bura mən özüm gəlmişəm ha? Yox, sənin canın üçün. Məni bura göndəriblər. İnanırsan? İnanıram. Kişi kimi? Kişi kimi. Sən öl. Sənin canın üçün. Çək gəlsin. Öz aramızda eldəniz. Bir daha başla. Sən bana gələndə gördüm ki, ev yıxan adama axşamırsan. Ya. O saat bildim ki, səni bura göndəriblər. İnanırsan? İnanıram. Kişi kimi. Kişi kimi. Sən öl. Sən öl. Var.